Herkese salam. Gəlin 10-cu suala baxaq. Demək bizə verir ki, kök 19 çıxılsın 10 ədədini kəsr hissəsini tapın. Bu tip misalları əldə etmək üçün sizə iki üsul deyəcəm. Birinci üsulumuz misalın həll olunma üsuludur. İkinci üsulumuz isə rahat olması üçün şifahi üsul deyəcəm. Hansını istəsəz onunla həll edə bilərsiniz. Demək 10-cu suala baxaq. Belə bir düsturumuz var ki, x bərabərdir. Fiqurlu mötərizədə x üstü gəlsin kvadrat mötərizədə x. Burada x ədədin özüdür. Bu ədədin kəsr hissəsidir. Bu isə ədədin tam hissəsidir. Ədədin kəsr hissəsini taparkən ədədin özündən tam hissəsini çıxmalıyıq. İndi gəlin bunu misal tətbiq edək və həll edək. Demək, burada x o zaman kökdə 19 çıxılsın 10 olar. Kökdə 19-dan təxminən 4 tam neçəsə çıxır. 4 tam neçədən 10 çıxanda mənfi 5 tam neçəsə edir. İndi buradan bu ədədin tam hissəsini tapanda nə edərik? Biz demişdik axı, mənfi ədədlərdə bir vahid əski götürülür. Ondan mənfi 5 çıxılsın 1, yəni bunun da tam hissəsini mənfi 6 edər. İndi gəlin bu düsturda yerinə qoyaq və kəsr hissəsini tapaq. Kəsr hissəsi bərabərdir ədədin özündən, yəni kökdə 19 çıxılsın 10-dan çıxmalıyıq tam hissəsini. Yəni kökdə 19 çıxılsın 10, üstə gəlsin 6. O da bərabərdir. Kökdə 19 çıxılsın 4. İndi ikinci üsulumuza keçək. Kökdə 19 çıxılsın 10. İndi baxın, burada kökdə 19 hansı iki kök arasındadır? Kökdə 16 və kökdə 25 arasındadır. Yəni 4 və 5 arasındadır. İndi burada fikir verək ki, kök birinci gəlib. Kök birinci gəlibsə, burada duran birinci ədədi götürməliyik. Onun yerinə onda 4 yazmalıyıq. Yəni kökdə 19 çıxılsın 4 olacaq. Əgər burada tutaq ki, kökdə 10 çıxılsın kökdə 19-dur. Görürük ki, burada kök ikinci gəlir. Onda biz ikinci duranı götürməliyik. Yəni onun yerinə 5 yazmalıyıq. İndi gəlin öz sualımıza qaydaq. Öz sualımızda da cavab D variantı olacaq.